Salam. Bir daha. Salam müəllim. Evet. Bu arada arkada bir gelen ses yok değil mi Mehmet? Böyle fan ses gibi. Var biraz. Evet. O benim burada laptop o zaman laptopumda fanındaysa tabii onu aparacağım da onu düzeltmeye çok beni narahat edeyen bir sesi yoksa yani Biraz gəlir. yani ben bir sesim Mehmet'e karışır o. Yani ben daha şimdi anlaşılabilir sesin. Siz danışanda qarışmır, amma normalda gəlir. Ha, oldu onda. Neyse bu derste bir ilerleme ama sıkmadı. Hemen ekran paylaşım. Deməli, bu gün təzə bir mövzu gəldik. Mövzunun adı əreylərdir. Özündə massivlər olaraq da keçir. Deməli, iki cür əreylər olur. Biri statik əreylər, bir də dinamik ərey. Əreylər ümumiyyətlə nədir? Əreylər tək bir dəyişən birdən fazla bir çoxluqlar olur, riyaziyyata bilirsinizsə bilmirəm. Bir informatikada bunlara əreylər deyilir. Tək bir çoxluğun içində bir neçə dənə ədəd, neçə fərqli dəyişən qoya bilirik. Nə edirik bunda? Birinci şəkildə yazısını göstərmək üçün. Şəkildə yəni int isə onun içində o çoxluğun içində intlər olacaqsa, intləri qoyuruq. Çoxluğun içində stringlər olacaqsa, string yazırıq buraya da double ümumiyyətlə nədirsə. Ardından yenə şəkildə qoyduq. Hər hansı bir n, x və deyək array yazın. Yəni mən daha x istifadə edirəm ya da a. Sonra da bir dənə bu kvadrat mötərizəsini açırıq və içində neçə dənə rəqəm bərləmək istəyirsə buna, deyək ki, bunun içində 6 fərqli rəqəm bərləyəcəyik ya da 6 fərqli string bərləyəcəyik. İlk yazmışsa rəqəm bərləməliyik, ona görə deyirəm rəqəm. 6 yazdım məsələn. Artıq buna 6 fərqli şey bəlirləyə bilərik. Sən burada kimi. Hər hansı 6 fərqli hər hansı şey bəlirləyə bilərik. Və buna statik əreylər deyil, çünki bunun necə deyim, bir dəfə ilk bəlirlədiyiniz zaman, bunu 6 bəlirlədikdə deyək ki, bu heç vaxt dəyişmir. Yəni 6 olaraq qalır, bunu dəyişə bilmirik ümumiyyətlə. Yəni gəlib buradan artıq dəyişməmiz lazımdır. O da ümumi sistemi dəyişdirir. Hani burada düşünsənizə 10 dənəli qoymuşuq, amma A-nın 12-ci dəyərini dəyişdirməyə çalışırıq. O ola bilməz təbii ki də, məntiqsizdir. Ona görə bunlara statik əreylər deyilir. Dinamik əreylərdə isə başda bir boyut qoymuruq ona. Ona sürekli bir element əlavə edəcək, o öz-özünə böyüyür ümumiyyətlə. Deməli, bu əreylərdə də sıralama var orada. Hər bir indeksin, 6 fərqli indeksi ya burada. İndeksləmələr sıfırdan başlayır. Yəni bu şəkildə yazılır. Hani A sıfırdan başlayır. Yəni belə yazmalı deyilsiniz bu arada. 6 dənə qoymuşsunuz ya. Hər bir rəqəm vermək üçün şəkildə bir dənə böyümə ötürücü açıb, ardından bunun içinə rəqəmdə 6 dənə fərqli rəqəm yaza bilərsiniz. 12, 43, 6 fərqli rəqəmi yazdıq burada. İndi bunların hər biri, məsələn, bu 12-ni çıxışa vermək istəyirsə, ilk rəqəmi cout deyək ki, A1 yazsaz, bu ikinci rəqəm verəcək. Çünki ümumiyyətlə əreylərdə indeksləmə sıfırdan başlayır. Yəni bu sıfırıncı indeksi, birinci indeks, ikinci, üçüncü, dördüncü və beşinci. Bura 6-cı indeks yaza bilməzsiniz ümumiyyətlə. Çünki artıq 6 indeks yoxdur da burada. 6 indeks yazsız nə olar? Bu şəkildə eyni intlərdən tər olurdu. Hani göstərim elə. Məsələn, bir n rəqəm bərləsə, sonra onu heç bir şey almadan deyək çıxışa verdinizsə, bunu şəkildə siyahı ediniz, çıxışa verdiniz. Bu rəqəm özündən rast gəlib bir şey atacaq ora. İndi sıfır atdı. Dəyişdirə bilir o ümumiyyətlə. Yəni ona demək çalışıram ki, sonra sıfır. Neyse, yəni siz artıq sənəd çıxdığınız zaman, yəni bu əreydə artıq 6-cı indeks yoxdur, sıfırdan başlayır da, 1, 3, 4, 5-ə qədər. Ona görə heç bir şey görmədik ki, özündən rast gəlir rəqəm atır ümumiyyətlə. Hani göstərici kimi. Burada rast gəlir rəqəm atır. Bu da burada fərqli idi. Bunu da yəni dəyişdi. Yəni deyim ki, random atır da ümumiyyətlə. Yəni buna alıcıda indeksləməli, necə indeksləmə başlayır? 0-dan 5-ə qədər maksimum ola bilər. Buraya qədər başa düşdünüz, problem yoxdur ki.
Evet, aydın. Bəli. Hələ ki başa düşmüşəm. Əla. Bu arada yenə bir şey də verə bilərsiniz. A-nın qiymətləri. Yəni A0-ın bərabərdir buna, A1 bərabərdir bu kimi. Yəni dəqiqələ bölmə hesablamaq zorunda deyilsiniz. Ya da direkt bunun istifadəsini də ala bilərsiniz. Bu şəkildə sin qoyaraq. Yəni eyni siyahı verəndə də veririksə, siyahı hani siyahı 0, siyahı 1 veririk ya. Eyni şəkildə siyahı siyahı 0 kimi sin 0 yazdım, A0 yazılan birinci indeksin bunu alır. Eyni şəkildə sin A2 dərs ümumiyyətlə A3, A1, A2 kimi yəni ümumiyyətlə bu alt dərsi ala bilirsiniz. Amma biz yəni bu yazı çox istifadə eləməyəcəyik ümumiyyətlə fərqinsiz. Çünki yəni zaten ereyi əvvəldən bəlləyə bilirsən, yəni bunu eləmək ki, çox da mənasız deyil. Yəni A, B, C deyirsən, eyni şey olacaq. A1, A2, A3. Niyə bunu edirik? Çünki bunda illa bura bir rəqəm yazmalı deyilsiniz. Bura əvvəldən aldığımız bir n rəqəmində bu şəkildə bəlləyə bilərsiniz və artıq n uzunluğunda bir çoxluğumuz olur. Və bunu daha sonra sizə necə alacağıq? Yəni sıfırdan burada şey yaza bilmərik də indi. Sin A0, sonra sin A1. Çünki bu n neçə olduğunu bilmir. N dəyişir istifadəsi verəndə. Yəni məntiq olaraq görə bilərsiniz ki, bunu bu şəkildə yaza bilmərik də, imkansızdır belə yazmaq. Ona görə sizə nə edə bilərik burada? Və bunun qiymətlərini almaq istəyiriksə. N1, N2 yazacağıq. Yo. M1, N2 dərkən elə demirəm. Bu array-in qiymətlərindən n dənə fərqli indeks var ya, bunların hər birinə bir ədəd almamız lazımdır da. İstifadəçi tərəfindən bir sim götürməmiz lazımdır bunlardan deyək ki. Amma yəni necə edə bilərik məntiqən? Çünki bunu A0 ya da belə bir şəkildə A1, A2, yəni belə gedən məqsəd çünki n neçə olduğunu bilmirik. Bunun harda qutaracağını bilmirik. Biz belə yazsaq sən deyək ki, n 15 belə olsa, bəli Hüseyn. Müəllim forla yazmalıyıq. Bəli, düzdür. Bir dənə for bəlirləyirik burada. i-ni 0-dan başladırıq. Niyə? Çünki arraylərdə indeksləmə 0-dan başlayır. Ardından i kiçik olduğu sürəcə n-dən yəni n bərabər olmaz. Çünki n-ə bərabər olan yoxdur deyə göstərmişəm. Yəni a n-dirsə bunun maksimum indeksi n-1-dir. Ardından i-ni hər səfərində 1-1 arttırırıq və bu şəkildə gəlib sin ay dediyimiz zaman görürsünüz ki, bir dəfə sıfırıncını alır, sonra birincini alır, ikincini alır və özü n-ə qədər gedir. N-dən neçə qoymuşuq sonra oraya qədər gedir. Bunu anladınız mı sizin giriş almanda? Bəli. Yəni bunun dışında elə çox fərqli məncə çox küçüdə bir şey yoxdur. Siz suallar keçək buradan. Yəni burada dediyim kimi istədiyiniz bir şey yaza bilərsiniz. String də yaza bilərsiniz ümumiyyətlə. Yəni o array neçə olur sizdən asılıdır. Deməli, əla. Bu sualdan bir baxaq. Suala deyilir ki, sizə bir array verilib. Elementləri tam ölçülü tam ədəd olan bir ölçülü. Bunları bir ölçülü bahsedirik. Çünki daha sonra göstərəcəm. Bu ki array'in yanına bunu n yazdıq ya. Bunun yanına məsələn başqa bir şey də bəlirləyə bilərik. Kimi 2 boyutlu array olur. Ona görə bir ölçülü o deməkdir ki, elə bu indi keçdiyimiz bir ölçülüdür. Bir ölçülü A massivi verilmişdir. Bu massivin ən kiçik və ən böyük elementlərinin cəmini müəyyənləşdirin. Aha. Sual yazdım dedim. Bir dənə n rəqəmi verir burada bizə. Ardından n dənə ədəd verir. N uzunluqlu array deyir. N uzunluqlu. Inputda görə bilərsiniz. Inputda yazır ki, birinci sətirdə massivin elementlərinin sayı olan n ədədi verilir. Yəni massivin uzunluğu nə qədər olacaq da, boyutu nə qədər olacaq. İkinci sətirdə isə aralarında boşluq işarəsi olmaqla hər birinin qiyməti mütləq qiyməti 100 aşır. Yəni 100-dən kiçik olan ədədlər verir də, ədəyin qiymətlərini verir.
Deyək ki, burada ən kiçik elementlə ən böyük elementin cəmini tapın. Bir rəqəm. Bunu göstərəcəmsə, tək bir şey daha göstərməliyim, yadımdan çıxdı o. Array'lərdə sort deyə də bir komand var. Bu sort nə edir bizdə ümumiyyətlə? Bu şəkildə yazdığımız zaman ilk n elementi, bu arada bunu burada yazı bilərik, soruşa bilərsiniz ki, niyə n sıfırdan başlamırdı, tam sıfırdan başlasın, amma bu ilk n element deməkdir. Yəni, necə deyim, yəni indeksləmə 0, 1, 2, 3, 4 də ola bilər. Yenə də, məsələn, bura 6 deyək, 0, 1, 2, 3, 4, 5 deyilsə, yenə 6 dənə rəqəmdir. Yəni, o dəyişmir, sıfırdan başlamasaydı sayın dəyişmir. Yəni, bura neçə yazırsınızsa, plus n yazırsa, məsələn, yəni, o demək ki, ilk n ədədi, yəni ilk n ədədi n uzunluğudursa, demək ki, bütün hamısın. Bütün məssivi sort eləyir. Sort eləmək də nədir? Məssivi sıralayır, kiçikdən böyüyə. Biz nə verirsə verək, burada siyahında yazaq. Yenə eyni şəkildə i alırıq sıfırdan n-ə qədər və n-i çıxışa veririk. Və bunu elədiyimiz zaman, burada sort elədiyimiz zaman indeks adı şeydə dəyişir, rəqəmlər dəyişir. Hani deyək ki, neçə array nətər olacaq? 12, 43, 1, 34 vermişsiniz də. İndi məsələn siz bu sortu yazmadan, bunu yazmadan deyək ki, çıxışa versəz, birinci, biz şöyle, sıfırıncı indeks 12 olacaq. A0 siyah verirsiniz də. Sonra birinci indeks 43 olacaq. İkinci indeks 1 olacaq. Üçüncü indeks də 34 olacaq. Amma bu sort nə edir? Götürür hamısını sıralayır və sizə ən sonunda array'inizi bu hala gətirir. Artıq burada bunu yazdıktan sonra siyah verdiyimiz zaman bu şekilde çıxaracaq. Yəni sıfırıncı indeks A0 1'ə bərabər olacaq. A1 12'ye, A2 34'e və A3 də 43'ə bərabər olacaq. Hətta şöyle verim. Bu arada burada neçə rəqəm yazsanız o qədər istəsiz sıralayacaq. Məsələn, ilk plus 2 yazsanız o deməkdir ki, array nə qədər uzunluqda olursa olsun, ilk iki rəqəmin arasında baxacaq, sıralayacaq. O iki rəqəmi bir ayrı parçala götürəcək, onları sıralayacaq sadəcə. Geri qalan olduğu kimi qalacaq. Amma bunun heç bir mənası yoxdur. Yəni, istifadə etməyimiz görmüşüm. Yəni, bunu istifadə etmemiz gerəkən bir yer. İkinci komanddan, ikinci səbəblərlə bir sort göstərim. Yenə. Yəni, boş çıxar, çox namışsın, değil mi? Deməli, bura 4 qoyduq. Bunun kimi. 12, 4, 32, 16. Bunu çıxışa verdiğimiz zaman bunu kiçikdən böyüyə sıralayır və bu şəkildə çıxışa verir. İkinci komandda bu sort kimi reverse-dür. Bu reverse adından da anlaşılacağı üzrə rəqəmi götürür və array'imizi alır və onun tam tərsinə çıxışa verir. Onu da göstərək. Yəni necə yazdığının mənası yoxdur da. Yəni sortlama kimi bir şey yazmır. Sadəcə nətər yazmısansa, nə yazmısansa ümumiyyətlə, onu tərsinə çıxışa verir. Bazı şəritləri yazdım məsələn bura. İyi gəldi. Bir də başlayınca gəlmiş olması. Hələ ki, o qədər tutmuş. Tezliyə də keçirəm. Bir şəkildə girişə vermişim məsələn. Reverse-ü artıq verdiğimiz zaman gördüyünüz kimi nə vermişsinizsə onun tam tərsini verir. Sortda isə sıralayırdı. Eyni şəkildə əgər böyükdən kiçiyə sıralamaq istəyirsinizsə, birinci sort eləyib ardından reverse etdiyi zaman bu şəkildə böyükdən kiçiyə verir. Çünki birinci sort eləyir artıq kiçikdən böyük oldu və tam tərsini çevirəndə artıq böyükdən kiçiyə doğru sıralayır. Onda ən başdan bir üstündən keçək. Ümumiyyətlə su alsın. Onsuz da recording var. Recording atacağım dərsdən sonra. Bir də arkada ufak bir səs var. O kompüterin fanından gəlir. Onu aparacağım, düzəltəcəm amma hələ ki bu dəsti belə idarə eləmək lazımdır. Deməli, array'lər nə oldu? Array'lər riyaziyyatdakı çoxluqlar kimidir ümumiyyətlə və içinə birdən fazla ədəd bəlirləyə bilirik. Bu şəkildə hər hansı bir şey yazdığımız zaman bu artıq 6 dənə boyutlu olan bir array'dir. Bu şəkildə rəqəmlər bəlirləyə bilirsiniz. 2 cür bəlirləyə bilirsiniz. Belə də olar ya da buradan sinlə də ala bilərsiniz A0, A1 ya da direkt A0 gəlib burada bir şey bərabər eləyə bilərsiniz. Yəni bu 3 olun ya da bu 0 olduğunu necə göstərəcəm bilmirəm. Burada 12 Emil
Burası da en iyi çıktı diyorsun. Neyse. Bunu Rusya koyduğumuz zaman bu şekilde alır ya da bir şey de alabilirsiniz sizinle ya da böylesin bir şey alabilirsiniz ümumiyyətlə. Sonra ne vardı? Rəqəmi ümumiyyətlə bir A en uzunluğunda bir şey almaq üçün bu şəkildə for'dan istifadə edirik və belə. Bir şey alırıq. Sonra iki tane komand var. Biri sort. Bu rəqəmi sıralayır. Reverse-də ümumiyyətlə alır və bunu tam tərsinə çevirir. Deməli, test üstündən suala qayıdaq. Suala deyir ki, ümumiyyətlə, bu sualda yəni şu şəkildə edirsiniz. Necə deyim, işlə dəyər bəlirləyirsiniz ümumiyyətlə. Yəni, buraya da eyni zaten. Bu deyir ki, əvvəlki eləmirdik, intensini almırdıq. Yəni, bu basic bir şeydir. Yəni, şurada verilənləri almaq üçün yazmamız lazım olan şeydir. Yəni, bu sualı gördüyünüz an ilk edilirsən bunu yazmalısınız. Bu adam yəni rəqəmləri almadan çıxışa verə bilmərsiniz onsuzdan. Ona görə dəyişim. Neysə. İndi burada var sıralayır. Bu sıralı olmaya da bilər. Bir şey koyayım üçün tek sıralı olsun. Belə yazaq belə. Rastgele getirəm. Bəli Hüseyin. Sual düzəltmək Bəli. Allah. Mən sonra orada siyahıya yazacağıq. Siyahı bir də ən kiçiyi istəyir. Ən kiçiyi də A mötərizədə 0. İşte gəl ən böyük də A mötərizədə n0 olacaq. Bu kod düz verəcək mi yəni? Məncə hə. Nə vermədi normalda çıxışa? 11 plus 56. Yəni 67. Amma səhv verdi. Niyə? Çünki sən o bir şey qaçırdın burada. Bizə mütləq sıralı vermək zorunda deyil ki şeyi. Elə bir qoymur ki. Yəni kiçikdən böyüyə verəcək direkt səni. Ona görə sən burada gördüyün kimi yazdığın zaman Başda sort verib bəli, düz doğrudur. Bu şəkildə tamamilə düz olacaq. Çünki sortladığımız zaman artıq ən kiçik birinciyə gəlir və ən böyük də sonuncuya getdiyi üçün artıq burada 67 çıxışa verəcək. Gördüyünüz kimi. Ya da mesela bunu soft system eləmək biraz daha bir pratik olmayan bir yolu varsa da bir dənə minimum götürürsən. Minimum, yəni böyük bir rəqəm qoymalısan. Sonra sonra burada minimumu alırsan, maksimum ama çox məntiqi yoxdur. Yəni bu yol var ki, ümumiyyətlə. Sonra minimum maksimum toplaya bilərsən. Deməli bu sual belə baxdıq. Diğer sual keçdik. Deyir sualın print edək. An array of an integer is given. Print all the elements in the column. Do not change into. Burada en üstündə bir dənə array verilir və deyir ki, array'i bu şəkildə elə nə tərbiyyəmişsə elə çıxışa verin, amma sütun şəklində. Hani arda yox da alt-alt şəkildə çıxışa verin array'i. Bunun kodların yazıb tez göndərin şəxsən mənə. Yoxlayın. Ya da siz chatə də yaza bilərsiniz. Yəni, yanınızda ikinizdə kompüter ya da telefon var değil mi? O int main için yazsanız bəsdir. Buranın. Yəni, şunu yazmanız gerek yoxdur. İşləyirsiniz də yəni üçün. Cavab versəz yaxşı olar ama neyse. Okey, onda 4 dəqiqə var. Sən hamısın bir şeylə bir yerdə yaz sonra update etsən zaten yapmaya gerek yoxdur. Deməli, kodlara baxdım, bir dənə şunu gördüm ki, sən burada belə bir şey etmişsən. Inline'ı J'nin arasında yazmışsan. Bunların arasında olsa sadece South Inline verəcək.
Yani şunun üzerinde. Yani böyle yanılsan ya. Yani böyle bir şey yoktu. Bunu verdiğiniz zaman an in diye bir o değerin özünü verecek. Sesim geldi ya. Ee, değerin özünü verecek. Bir de onun yanında inline verecek. Yani ya bunu inline şey yazmalısın tırnaksız. Ya da diğer yanılsası tırnaksızını da şu şekilde yazabilirsin. Aha. Onun dışında kodun tamamen düzdü. Hatta o en başta şey yapmışlar yani. A100 yazmışlar. O da işleyecek. Niye işleyecek? Çünkü en maksimum 100 olabilir zaten yani. Oraya 100 olur ama yani onu yazmak gereği yok. Abi sen düşün. Bu en yeri sadece 5 lira olabilir. Ama sen 100 yazdın onu alan sen en yazdığın zaman daha az tutacak da. Hani bir yazdığın zaman daha az yer kaplıyor şimdi düşün. Çünkü gereksinimizi yüzlük koysan ya. Diyelim ki onun toplamda 90 ders istifade edemezsin şimdi düşün daha. 10 kat daha fazla. Yes, dur. Anladın yani. Yoksa şu anlık bir şey yok yani 100 sonuç olarak hiç de değil yani. O zaman. Mesaj başlık. Neyse. Gel bekleyin. Funny. The sequence of integers given increase each of its non-negative elements by 2. Ha, burada biraz if de istifade edilmesin. Diyor ki bir array verilir. Evet tabii. Şurada diyor ki 4 bir zireyganı son vereceğinizi. Hani diyor ki negatif olmayan bütün elementleri 2'den arttır. Burada görüyorsun. Birinci 3'ten 2 artı 3 oldu. İkinci 2 artı 4 oldu. 3 artı 5 oldu. Mənfi 4 ise negatif olduğu için hiçbir şekilde artmır ve mənfi 4 olarak kalır. Bu konuda göstermeli. Burada en hızlı götürebildik. Burada 2 cür eləyə bilərik. Bir, ümumiyyətlə, yəni fixdən işə yazabilir. Ümumiyyətlə bu siyah da yəqin ki olacaq demətir bir sonra. İstəyirsən bunun yerində yaza bilərsən siyahı. Yazın ki if I siktir böyütürsə sıfırdan böyütü bərabər sıfırdan çünki sıfırda yəni negatif sayılmıdır. Siyahı deyirsən I-nin 2 qat 2 fazlasın else halda da A'nın elə özünü çevirə bilərsən. Ya da elə bir dənə burada yaza bilərsən ki if I böyütür bərabərsən sıfırdan o I'nin 2 dənə üstünə gəlsən bərabərdir 2 məsələn ardından orada sadəcə siyah elə özünü deyirsən. Sən ikisini artırırsan da negativ olmayanlar bu qədər. İkisindən birini yaza bilərəm. Çox da bir şey yoxdur. Yəni bununla kod yəqin ki niyə düz olduğunu anladın? Hı? Yani şurada dışında zaten hamısı eyni. Yani yine siyahi ve siyah. Zaten şu tamamen her şey yazdığımız şimdi. Düzdür? Bir tane burada sadece bunu alabilirsen ki if'in içine eğer bu dahillediğimiz a negatif değilse yani sıfırdan büyük beraberse o zaman üstüne içeceğim. Orada da şundan aynı şeyi göstermiş. Ne belirtisi biz. Ama yani bir daha görmek lazım tabii. İşler böyle söylersin. Voilà. Yine sola çizdik. Those that are divisible by 6. For integers, find the number of positive integers divisible by 6. Number of enteger'san. Deməli, burada deyir ki, bizə bir dənə array verilir. Bu arraydə 6-ya bölünənlərin cəmini çıxışa vermək lazımdır. 6-ya bölünən ədədlərin cəmini və neçə dənə olduğunu, birinci neçə dənə olduğunu çıxışa verəcəksən, ardından o ümumiyyətlə onların hamısının 6-ya bölünənlərin cəmini çıxışa verəcəksən. Bunun üçün də yenə eyni şeydə buraya yazılsansa biz 2 dənə şey bəlirləyəcəyik yəni bir count yani count şey demektir, sayı demek. Yani yazın, adını yazın.
bir say, bir də cəm. Bizim üçün bir sayın istəyir 6-ya bölünənləri, bir də cəmin istəyir. Ona görə indi burada yenə gəlirik və bir if əlavə edirik 6-ya bölünənləri tapmaq üçün. Yazırıq ki, əgər 6-ya bölünəndə qalır 0 alınırsa, yəni 6-ya bölündü deməkdir. Burada say, yəni neçə dənə olduğun birdən artdıracaq sadəcə. Çünki nərimizdə yəni o 15 də olsa, pardon işte 12 də olsa, 18 də olsa, yəni bir dənə artmaq lazımdır. Sayını istəyirdim. Cəmin digəri isə cəmdir. Cəmin üçün isə artıq cəmin üstünə o rəqəmin gəlmək lazımdır. Çünki artıq cəm fərqli şeydir sayın. Ardından bir dənə burada gəldik və birinci sayı çıxışa veririk. Ardından bir dənə boşluq, gördüyünüz boşluq qoyduq gördüyünüz kimi və bir də cəmi çıxışa veririk buradan. Sualım var burada ümumiyyətlə? Xeyr. Əla. Nerede quizzing oluyor? Quizzing oluyor yani. Şimdi çıkıyorum. Bunu biraz da böyle gösterdim. Yani ki bir yere gelme alırsın ardından sort edip çıkışa verirsen. Bizden bir integer verilir bize. Ardından diyor ki bütün müsbət qiymətləri çıxışa verin, amma sırasını dəyişdirməyin və sayı verin. Yəni bizə bir error verilir gördüyünüz kimi və burada birinci, yəni outputda, yəni çıxışa verdiyimiz şey birinci, burada neçədən pozitiv sayı var, o olacaq. Ardından sıradakı səhv edildi, yəni bir end line qoyacaq bura və sıradakı səhv edilən bu neçədən işləmişik ki, işte o pozitiv ədədləri çıxışa verəcək. Sıralamasına, yəni sortlanan yox. Direkt öz sıralasın, öz nəticə o. Bu arada 0 sayılmır bilirsən, aynen. 0 müsbət olaraq sayılmır burada ümumiyyətlə. Çünki gördüyünüz kimi burada 0 çıxışa verməyib. Və deyir ki, əgər heç bir pozitiv integer yoxdursa, çıxışa sadəcə nə olur? İndi burada yenə işlem for istifadə edəcəyik. Amma yenə simdə eləmemiz gerəkən bir şey var. Bu da nədir? Simdə bunun sayını almaq lazımdır mütləq. Çünki biz burada necə deyim, belə Hüseyin təşkildə yazması lazım, onu göstərmirəm. Deyək ki, böyükdürsə sıfırdan. Yəni sadəcə problem orada deyil, yəni göstərmir ümumiyyətlə. Cout elə dediğimiz zaman interaktif konsolda yine teksin interaktif konsol yükseliyor. Joylar diyorsun. Hatta boşluk da yok. Yani oldu. Beş dedik. 1 21 Bazen daha başka şeyler çıkışlamamızdan yani ben burada ara göre bunu saymayabilir ama orada hani sen sual attığın zaman onu o ara koymanız sayar ümumiyyətlə. Deməli, bu da birinci en baştan onu görmeli ki birinci burada yani çıxışa vermədən və sayını tapmamız, countu tapmamız lazımdır. Niye countu tekrar bağlı? Çünki yani biz sırayla mesela düşündülər 5, 4, 7 sonra bir kombinat yoktu ki bizə bunun əvvəlinə 3 çıxışa verir. Belə bir şey yoxdur ümumiyyətlə. Var da yani daha şey oldu ümumiyyətlə. Deməli bu da işte yaxşı vermiş. Yaxşı vermiş. Bir dənə eni bir dənə Ahmet girişini götürürük və siyah düğmələrimizi sıxmadan sadəcə da deyirik ki, əgər a'yı sıfırdan böyükdürsə, onda sayını bir dənə artdır. Məsələn, neçədən sayıldı tapırıq da ümumiyyətlə. Deməli, sayını tapdıq, heç bir şey çıxışa verməyik, sadəcə sayını tapdıq. Ardından burada gəlib birinci siyah deyirik. Sayını çıxarmamız için çünkü sayını çıxışa veririk.
Ə, və bir dənə endline qoyuruq. Yəni sətr tutalımızda çünki slash sətirdən yazacağıq. Ardından bura bir dənə for qoyduq və sona qədər gedirik və sadəcə əgər yenə bir if daha qoyduq və ay sadəcə sıfırdan böyük olduğu sürəcə bunu çıxarmamısını istəyəcəyik. Bu qədər. Kodda çətin ya da başa düşülməyən bir şey varmı? Xeyr. Hissəmdə tam bax. Bunu da burada yekunlaşdıraq.